Qızıl. Qışın sonu yaxınlaşırdı. Bir səhər dostumla qərarlaşdıq ki, Dovşan ovuna gedək. Qızıl adlı tulanı dəvət eləməyə ehtiyac yox idi. Tamam Kənan, təşəkkürlər. O həmişəki kimi özünü təmkinli və sevinci ilə yanımıza düşüb getdi. Kəndin həyat itilərinin əksəriyyəti də ardımızca düşdü. Ancaq təkcə qızıl yorulmaq bilmədən böyük enerji ilə işləyirdi. Qoxu almaq üçün vurnuxurdu. Bir azdan həyat itlərinin hamısını qovduq, amma həmin gün dovşan görmədik. Bütün tarlalar, çəmənlər dovşanın ayaq izləri ilə dolu olsa da, bu izlərin təzə yaxud köhnə olduğunu müəyyən etmək mümkün deyil. Gecə öz qanadlarını yer üzünə sərməkdə idi. Görün necə gözəl məcazidir. Deyir, gecə öz qanadlarını yer üzünə sərməkdə idi. Çəkmələrimiz islanmışdı. Evə qayıtmağı qərara aldıq. Qızıl pərt halda qabaqda gedirdi. Dostum ucadan fit çalır, mən də fitin ahənginə uyğun olaraq zümzümə edirdim. Meşədən çıxıb örüşə çatanda bütün həyət itləri gəlib bizi tapdılar. Evə çatanda qaranlıq göydən qar lopaları düşməyə başladı. Qar bir neçə dəqiqə ərzində bütün izləri örtdü və tezliklə ətraf ağ yorğana büründü. Evdə oturub təzəcə rahatlanmağa başlamışdım ki, kimsə pəncərəmi taqqıldatdı. Dostum idi. Bilmirəm bu qızılın başına nə gəlib, özünü qəribə aparır. Bayıra çıxdım, qızıl üstümə atıldı. Kürkümün ətəklərini didir, başını yırğalaya-yırğalaya məni dartırdı. Mənə elə gəlir, qızıl yenə canavar hiss edib, dedim. Tüfəngimi doldurub bayıra çıxdım. Qızıl sevincindən atılıb düşməyə başladı. Qabağa qaçıb həyətdən çıxdı. Arxaya baxıb bizi gözləməyə başladı. Bu, meşədən gəldiyimiz yolu idi. Dostum izləri yoxlayaraq qərara gəldi ki, qızıl bizdən sonra həmin yolu gedib, bir də qayıdıb. Lakin qızılı narahat edən canavar deyildi. Belə olsa zingildiyərdi. Qızıl bizi arxasınca sakit və inamla aparırdı. Beləcə 5-6 verst yol getdikdən sonra uzaqdan şikayətli bir zingilti eşitdik. Bu səs başına buludlar dolanmış ayın yarımqaranlıq işığında güclə görünən kiçik bir qar təpəciyinin arxasından gəlirdi. Qar yağanda da ay mı çıxar? Nə qəribədir. Həmin təpəciyə yaxınlaşanda yazıq, şanssız kömürü gördük. Məlum oldu ki, o kəndlərin dovşan tələsinə düşüb. Kömürü azad elədik. O bizim arxamızca evə doğru sürünməyə başladı. Qızıl sevincindən gah üzərimizə atılır, gah da kömürün yanına qaçırdı. Sevimli, təmənnasız it şadlığı. Axşam yeməyi zamanı bu hadisəni danışmaya başladıq. Qəribədir. Biz insanıq, biz kainatın sultanıyıq. Biz milyonlara qədər saymağı bacaran insanlar yolda itlərin içində bir kömürün olmadığını başa düşmədik. Amma sadə bir köpək evə gələn kimi itlərdən birinin çatışmadığını başa düşdü. Nə gözəl. 181-ə baxırıq. Asant mətindir. Göz suallar necədir? Qızılın narahatlıq hiss etməsinin səbəbi nədir? Qızılın itlərdən birinin olmadığını anlaması, bəli. Çünki kömür yox idi. Bir də kömürün tələyə düşməsi 4. Qızılın itlərdən birinin olmaması və kömürün tələyə düşməsi 1-4 elə B variantı. Sahibin paltarını didişdirməsi narahatlıq hiss etməsinin səbəbi deyil. Narahatlıq hiss etməsinin nəticəsində paltarını didişdirir. Canavar hücumunu həmin o hadisəni nəql edən şəxs düşünür. Əsas səbəb o deyil. Sahibin həyat itlərinin ümumi sayını bilməməsi nə əlaqə? Didişdirir ki, niyə bilmirsən sayı? Elə şey yox. Gəldik, çıxdıq 182-yə. Deyir, çərçivədəki məlumatı nömrələnmiş neçənci abzası əlavə etməklə məntiqini zənginləşdirmək olar. Beagle cinsindən olan bu it ovda iştirak etməyə çox hərisdir. Dovşan və tülküləri təqib etmək üçün istifadə olunur. Ovunu dəstə ilə qovur, beagle'lar mütənasib quruluşlu, canıbərk və qıvraq itlərdir. İt haqqında ümumi məlumatı neçənci abzası əlavə etmək olar? Deməli, bura yazmaq olar. Birinciyə. Deyir, qızıl yorulmaq bilmədən böyük enerji ilə işləyirdi, qoxu almaq üçün vurnuxurdu. Bundan sonra yaza bilərsən ki, Beagle cinsindən olan bu it, yəni bu qızıl Beagle cinsindəndir. Bu it ovda iştirak etməyə çox hərisdir. Yəni o vurnuxur filan eləyir axı, ondan sonra bir qoyulan abzasa yazmaq olar A variantı. Baxın. Bir qoyulan abzasa yazmaq olar. O da A variantıdır. Sonra 183. Mətndə çərçivədə verilmiş sözün kontekstə əsasən düzgün şərhini müəyyən edin.
Çərçivədə verilmiş söz bu birisi tərəfdədir. Pərt. Qızıl pərt halda. Nə deyir? Eyni mənasını yazın deyir. Düzdürmü? Hüzünlü halda. Pərt məyus deməkdir. Hüzünlü kədərli deməkdir. Kədərli ilə pərt eyni şey deyil. Bir səhvdir. C getdi, Y getdi. Tutqun. Havanın tutqunluğunun itin pərt olması ilə nə əlaqəsi var? 2 də getdi. Məyus, D bu budur. 3. İşlərimin alınmamağı məni çox pərt eləmişdi. Məyus eləmişdi deyə bilərəm. Məni çox nizamsız eləmişdi olmaz. Nədir? Onun bu qədər pərt olmağının səbəbini anlaya bilmirəm. Nizamsız pərt eyni şey deyil. Oğlum pərt halda durub baxır, incik pərt. Görürsüz, ödəyir. 3 ilə 5. Cavab olur A variantı. Gəldik, çıxdıq 184-cü suala. Deyir ki, əvvəlinə rəqəm yazmış hansı cümlədə ifadələr mətnin üslubunu dəqiqləşdirməyə imkan yaradır. Bayaq oxuyanda dedim, necə gözəl məcazidir. Gecə öz qanadlarını yer üzünə sərməkdəyir. Məsələn, deyir, qışın sonu yaxınlaşırdı. Bu, qızıl adlı tulanı dəvət eləməyə ehtiyac yox idi. Bu məcazi deyil. Amma 200% deyir ki, mən bədidəyəm. 3 hanı. Qar bir neçə dəqiqə ərzində bütün izləri örtdü və tezliklə ətrafı ağ yorğana bürüdü. Yorğana bürümü. Bu deyir ki, mən məcaziyəm. Yəni, mən bədiyəm. Bədiyəm. 3-ü də götürsən. 2, 3. 2-3-ü bu tərəfdən götürdük. 2-3-ü götürmüşüksə, və biri götürməmişsə, cavabımız hazırdır. C variantı. 5-ə baxırıq. Bu səs başına buludlar dolanmış ayın yarımqaranlıq işığında güclə görünən kiçik bir qar təpəciyinin arxasından gəlirdi. Bu səs başına buludlar dolanmış. Bulud başına dolana bilərmi dağın? 2, 3, 5. Konkret. C variantı. Sonra, deyir mətndən əsasən 185-də. Mətndən əsasən təxmin etmək olar, mətndən əsasən dəqiq demək olar. Ovun uğursuz olmağı növbəti ovu da təxirə saldı. Onu biz təxmin edə bilmərik. Nə təxmin edə bilərik, nə dəqiq deyə bilərik. Nə bilək, bəlkə növbəti dəfə gedəcəklər, dovşan tutmağa və bu dəfə tutacaqlar. Bir səhvdir. Dovşan ovu dostların ilk ovu deyildi. Bu təxmin eləmək olar. Çünki ova gedəndə deyir, filan iti də götürək, fəsmən iti də götürək. Bu ilk ov deyil. Bunu təxmin eləmək olar. Ovdan əli boş qayıtmaq qızılın ilk uğursuzluğu idi. Dəqiq demək olmaz. Bax, 3-ü də təxmin etmək olar. 3-ü də təxmin etmək olar. Qızıl tək başına kömür axtarmağa gedir. Bunu dəqiq deyə bilərik mətnə görə. Niyə? Çünki o deyir, yoxlayaraq qərara gəldi ki, qızıl bizdən sonra həmin yolu gedib, bir də qayıdıb. Qızıl vəhşi heyvanın hücumunu hiss edə bilirdi. Bəli. Çünki o deyir, yəqin deyir, canavar gəlib, ona görə it belə zingildəyir. Canavarı düşünürlər ki, canavar gəlib. Deməli, bir neçə dəfə qızıl canavarı hiss edib bunlara deyib ki, onlar elə təxmində bulunurlar, türklər demiş. Ona görə vəhşi heyvanın hücumunu hiss edə bilir. 2, 4, 5 cavab olur A bəndi. Gəldik, çıxdıq 186-cı suala. Burada deməli, heyvanın narahatlığı hansı hissədədir? Əsasda. Çünki bunun adı nə idi? Qızıl narahat olur da, əsasda narahat olur. Girişdə ova getmək yazmaq olar. Ya da yaza bilərik ov qərarı. Çünki ova getmək qərarına gəlirlər. İtilərin həssaslığı haqqında düşüncələr. Deyib, burada düşünürlər. Deyir ki, sadə bir köpək itin birinin çaşmadığını başa düşür. İt yəni həssasdır. Harada olacaq? Nəticə. Əsasa aid bir dənə də fikir, uğursuz, məsələn, yaza bilərik ki, uğursuz dovşan ovu. Çünki dovşan tutmurlar axı burada. Uğursuz dovşan ovu yaza bilərsiniz. Sonra özünü qəribə aparan qızıl yaza bilərsiniz. Çünki deyir ki, özünü çox qəribə aparır, gəlir, dostu qapını döyür. Uğursuz dovşan ovu yaza bilərsiniz. Belə, dostların meşədən qayıtması, dostların ovdan qayıtması, belə şeylər. 187. Tünd qara hərflə verilmiş cümlənin mətnə aid olduğu üslubun səciyyəvi xüsusiyyətinə uyğun zənginləşdirmək yeni. Tünd qara hərf. Qızıl üstümə atıldı. Qızıl
Qızılı şey yaza bilərsiniz. Qızılı məcaziləşdirə bilərsiniz. Nə tərzdə üstümə atıldı deyə bilərsiniz. Məsələn, ildırım sürəti ilə üstümə atıldı. Şahin kimi üstümə atıldı yaza bilərsiniz. İldırım sürəti ilə. Qızıl. Belə. Sonra mətnə əsasən cədvəl tamamlayın. Hadisə səbəbkar. Hadisə şeydir, kömürün deməli kömürün şeyi də, nə deyim, Dovşan tələsinə düşməsi. Səbəbkar da kəndlilər götürə bilərsiniz. Baxın, burada yazıb ki, həmin təpəciyin yaxınlaşanda yazıq şanssız kömürü gördük. Məlum oldu ki, kəndlilərin Dovşan tələsinə düşüb. Deməli, hadisə nə olur? Kömür Dovşan nə idi? Dovşan tələsinə düşür. Danışa bilmirəm bu gün. Dovşan tələsinə düşür. Səbəbkar kimdir? Kəndlilər. Çünki deyir kəndlilərin Dovşan tələsinə düşür. Başqa zaten heç nə yazmaq olmaz. Çərçivədə verilmiş faktları mətndəki hansı məqamlarla əsaslandırır? Çərçivədə verilmiş faktların mətndəki hansı məqamları əsaslandıra bildiyini müəyyən edin. Bəzi heyvanların fizioloji quruluşu onların ətraf aləmi insanın daha yaxşı duya bilməsinə imkan yaradır. İtin burnunda 2 tənəffüs yolu var. Biri nəfəs almaq üçün, digəri iyləmək üçün. Onların həssaslığı da güclü bilmə qabiliyyətindən irəli gəlir. Hansı faktlarla deyil əsaslandırmaq olar? 1. Bu kömürü tapırlar. Ən axırda nəticədə deyirik. Biz deyir, sezə bilmirik insan olaraq, amma it sezir. C yaza bilər. Kömürün aşkar edilməsində. Gedir kömürün yerini tapır. Kömürü iyləyə gedir, tapır ki, kömür tələdədir. Gəlir bunlara xəbər eləyir ki, kömür tələdədir. Gəlin, gedin onu qurtarın da, yəni. Kömürün azad edilməsidir. 2. Dovşan tapmaq üçün, o deyir, burun 2 tənəffüs yolları var. Dovşan tapmaq üçün iyləmə cəhdləri. Dovşan üçün bilmə potensialını yüksəltmə cəhdləri deyə bilərik. Ya da qızılın öz sahibini məmnun etmək üçün dovşanı axtarma cəhdləri. Dovşanla bağlayacaqsınız. Bir də kömürün azad edilməsi, kömürün xilas edilməsi ilə bağlı məsələləri qeyd eləməlisiniz. Sonra 190 da maraqlı sualdır. Söz kontekstə görə mənası, üslubu, funksiya. Söhbət hansı sözdən gedir? Əvvəlini işarələr qoyulmuş. Çatanda çıxdı. 2 dənədir. 2 dənədir. Maşallah. Deyir ki, meşədən çıxıb örüşə çatanda bütün həyət itləri gəlib bizi tapdılar. Örüşə yetişəndə yaza bilərsiniz. Deməli, çatandanın qarşılığına nə yazacaqsınız? Yetişəndə. Üslubi funksiyası informativ. Sözlərin funksiyası nədir? İnformativ, poetik, terminoloji. Burada yazacaqsınız mənası informativ. Qabağa qaçıb həyətdən çıxdı. Həyətdən getdi yaza bilərsiniz qarşılığını. Getdi. Bunun da funksiyası nədir yenə? İnformativ. Hər ikisi informativ funksiyadadır. Hər ikisi informativ funksiyadadır. Üçbucaq yetişəndə, dairə getdi. Hər ikisi informativ funksiyadadır. Məsələn. Bu da belə.